Mən deyəndə ki, da axtarışı dayandırın, sizlərə bu günləri 4 sot torpaq sahəsinin üzərində 2 mərtəbə 5 otaqlı ev çıxartmışam. Xırdalan şəhərindədir. Yerləşmə yeri də əla bir yerdə. 3 nömrəli məktəb, 24-23 saylı bağça və bütün obyektlərinə yaxın bir ərazidədir. 11 nömrəli təzə açılan məktəb də evin tam yaxınlığındadır. İstəsəz uşağı 3 nömrəli məktəbə də qoya bilərsiniz, istəsəz 11 nömrəliyə də qoya bilərsiniz. Bakı-Sumqayıt yoluna da çox yaxın bir ərazidədir. 4 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə bir mülk təqdim edirəm. Qiymət 180 min manatdır, kupçalıdır, əla da indirim olacaq. Geniş bir şəkildə həyətyanı sahəsi ilə sizləri tanış edirik. 2 sot torpaq sahəsi boş sahə qalır, dəyərli dostlarımız. Evimiz isə 2 sotun içərisində inşa olunub. Ümumilikdə 4 sot torpaq sahəsinin üzərində inşa edilib. Paket kupçalıdır. Evində, torpağında sənəti alınıb hazır qaydada əldədir. Zəhmət olmasa gəl. Həyətyanı sahə ağlay daşlarla örtülüb, yerdən 5 daş kürsü sahəsi var, mərkəzi giriş darvazasıdır, darvazanın üstü paket şiferlə şiferlənib. Ehtiyat, dəyərli dostlarımız, burada yay mətbəxi kimi yaradılıb, hamam tualeti var. Gəl keçək evin içi ilə tanış olaq qısaca. Burada qaraj sahəsidir, avtomobili həyətə də daxil etmək olur, qaraja da. Demək, 1, 2, 3 daş buradandır, 2 daş da təzədən evin içərisindəndir, dəhlizin içərisindəndir. 5 daş, bismillah eləyək. Daxil olduqda bizi evin qonaq otağı qarşılayır, dəyərli dostlarımız. İşıqlar tam qoşulmadığı üçün videomuz qaranlıq düşə bilər, üzürlü sayın. Burada yerləşir evin mətbəx sahəsi. Xırdaca təmirə ehtiyac var, xırdaca. Aboyları dəyişdim, poluşku, kalatdı, su, əla. 180 minə deyilir, real müştəriyə əla indirim olunacaq. Həm mənim tərəfimdən, həm ev sahibi tərəfindən. Tam paket kupçalı. Mətbəx sahəsindən tanış oluruq. Videomuz qaranlıq düşəcək, dəyərli dostlarımız. Təqdim etməyək bu sahəni. Bura evin qaraj sahəsidir. Gör qaranlıq düşürsə təqdim etməyək. Yoxsa rahatdır. Qaraj sahəsi. Burada sanitar qovşaq yerləşir, ayrı-ayrılıqdadır. Pilləkənlər altı kladovka sahəsi. Dəyərli dostlarımız, qanuni cüt daşla inşa olunmuş sizlərə şəxsi tikili bir mülk təqdim edirik. Pilləkənlər altı kladovka, sanitar qovşaqlar ayrı-ayrılıqdadır. 2-ci mərtəbədə tam aydınlıq gətirəcəm ki, təmir işləri nədən ibarətdir, dəyərli dostlarımız. Bütün otaqların, istilik sistemlərin xətti çəkilib, tamamilə bağlanılıb, hazır vəziyyətdə. Şəxsi özünə mülk axtaranlar buyurub zəng edə bilərlər. Bu sahəyə işıq düşdüyünə görə izahat verirəm. Ev sahibi evi kiraya verib, kirakeş evi bu vəziyyətə salıb, nətər olub, kim eləyibsə də babalı öz boynuna. Dəyərli dostlarımız, söküldü, təzə aboy vurdun, təp-təzə ev sahiblənirsən. Pilləkənlə qalxandan sonra təzdən 5 pilləkən də 2-ci mərtəbəyə qalxır, 5 pilləkən. Gəl. Dəhliz vasitəsilə otaqlara bölgülərdir, ümumilikdə 5 otaqdan ibarətdir. Sağda birinci yataq otağı yerləşir. Yataq otağının istilik sistemlərinin xətti bağlanılıb. Demək, bütün otaqlarda aboylar, bütün evdə də, yəni evdə 1-ci, 2-ci mərtəbə qarışıq aboylar sökülüb təzdən vurulmalıdır. Təmir bundan ibarətdir. Başqa da təmirə pul verilməyəcək. 2-ci yataq otağı, pəncərələrin qarşısı tamamilə açıqdır. 2 ədəd pəncərə sahəsi var. Burada yerləşir 3-cü yataq otağı. 1, 2, 3, 4 dənə pəncərə sahəsi buradadır, dəyərli dostlarımız, 4 ədəd. Qarşısı tamamilə açıqdır. Buradan eyvana keçid etmək də mümkündür. Eyvana keçid etmək mümkündür. Sonuncu, 4-cü otaqla da sizləri tanış eləyək. Dəyərli dostlarımız, 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. 4 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə, 2 mərtəbə 5 otaqdan ibarət sizlərə mülk təqdim etdim. Qiymət də 180 min manat təşkil edir. Sağ olun, sağlıqla qalın.